2 dəfə ailə qurmuşam, alınmayıb da. Məsələn, fikirləşmişəm, niyə alınmayıb görəsən. Qənaətə gəlmişəm ki, ona görə alınmadı ki, mənim sevgimin yalanı çatmırdı. Ailəni qoruyan əslində yalandır. Yalanın biz üstünə bu qədər gedirik, bu qədər yalanı qısmıyırıq. Əslində yalan bilirsiniz bu cəmiyyətdə nə qədər münasibətlər sistemini taraz saxlayıb. Yalan olmasa həqiqətlə yaşamaq olar. Həqiqət dağıdır. Ya, ailədə hansı yalan deməlisən ki, tutaq ki, sən bir qadını sevirsən, qadın bir kişini sevir. Bunlar ailə qurmaq istəyirlər. Sonra məsəl üçün belə həvəslə evə gəlirsən, gedirsən, münasibətlər, qucaqlaşırsan, öpüşürsən, qabağına isti yemək gəlir. Belə bir münasibət belə bu şəkildə bir müddət davam edəndən sonra artıq o emosiyalar yavaş-yavaş candan çəkilib gedir də. Məsələn, sən əvvəl kimi evə vaxtında gələ bilmirsən, artıq evə səni dartan o duyğular var. Yavaş-yavaş o köz sönür, elə sönür. Ondan sonra sən bir yerdə nə saxlaya bilər? Yalanlar işə düşür də. Məsələn, hər dəfə bir bəhanə uydurmalısan, niyə evə gec gəlməyinlə bağlı. Hər dəfə bir yalan uydurmalısan. Nə bilim, görürsün, qadın görəndə ki, əvvəl kimi qucaqlaşa bilmir, bir-birlərinə başlayırlar yalan.